Salam əziz şagirdlər, əziz abituriyentlər. Bugünkü dərsimizdə biz cümlənin baş üzvü olan xəbər haqqında danışacağıq. Cümlənin baş üzvü olan xəbər mübtədaya aid olub onunla bağlı olan hökmü və ya hərəkəti bildirir. Xəbər vəzifəsində çıxış edən sözün altından iki düz xətt çəkilir. Xəbərlər hansı suala cavab verir? Xəbərlər sual əvəzliyinin şəxsə görə dəyişmiş formalarıdır, belə deyək. Yəni istənilən sual əvəzliyi şəxsə görə dəyişmiş forması sual əvəzliklərinin. Cümlədə xəbər ola bilir. Məsələn, sənin yaşın neçədir? Sayın sualı şəxs sonluğu qəbul edib cümlədə xəbər olur. Sən kimsən? İkinci şəxsin şəxs sonluğunu qəbul edib kim əvəzləyir cümlədə xəbər oldu. Onlar nə etdi, nə edir, nə edəcək, nə etməlidir. Daha sonra haralıdır, haralısan və s. kimi suallar xəbərin suallarıdır. Daha sonra xəbərlər sintaktik əlaqə baxımından hansı cümlə üzvləri ilə əlaqələnə bilirlər? Xəbər sintaktik əlaqə baxımından yalnız və yalnız cümlədə mübtədaya aid olur. Mübtədadan daha doğrusu asılı vəziyyətdə olur. Başqa heç bir cümlə üzvündən asılı olmur. Digər cümlə üzvünü təyini də, zərfliyi də, tamamlığı da özündən asılı vəziyyətə sala bilir. Xəbərin quruluşca növləri hansılardır? Xəbərlər quruluşuna görə sadə və mürəkkəb olmaqla iki yerə bölünür. Sadə xəbərlər ifadə olunur nitq hissələri ilə, yəni sözlərlə, nitq hissələri ilə. Amma mürəkkəb xəbərlər ifadə olunur söz birləşmələri ilə və ya mürəkkəb adlarla. Söz birləşmələri ilə və ya mürəkkəb adlarla ifadə olunur. Məsələn, deyirəm ki, onun yaşı 5'dir. 5'dir nə? Onun yaşı. Buradakı xəbər sadə xəbərdir. Çünki nitq hissəsi ilə ifadə olunmuşdur. Bu şəkil Üzeyir Hacıbəylinindir. Üzeyir Hacıbəylinindir. Kimindir? Şəkil. Hansı şəkil? Bu şəkil. Burada isə xəbər xüsusi formada olan söz birləşməsilə, yəni mürəkkəb adlarla ifadə olunduğu üçün mürəkkəb xəbər hesab olunur. Daha sonra xəbərlərdə nəyə diqqət edirik? İdimiş isə hissəcikləri xəbərin quruluşuna, onun növünə və s. təsir göstərmir. Yəni bir qayda olaraq idimiş isə təklikdə cümlədə xəbər olunur. Bəzi abituriyentlərdə, şagirdlərdə buna rast gəlmişəm ki, idimişi ayrıca cümlədə xəbər olaraq götürürlər, amma elə deyil. İdimiş özündən əvvəl işlənən söz və yaxud da söz birləşməsinə qoşulur və onun cümlənin xəbəri vəzifəsində çıxış edir. Məsələn, deyirəm ki, onlar bizdə idi. Bizdə idi. Yəni, istər fiili xəbərə, istər ismi xəbərə də qoşula bilir. Bunu yadımıza saxlayırıq. Çünki bir növ belədir ki, beynimizdə idimiş yalnız feillərə qoşulur. Xeyr, idimiş hissəcikləri eyni zamanda adlara da qoşula bilir. Bizdə idi kim? Onlar. Burada bizdə idi sadə xəbərdir və idi onun quruluşuna təsir göstərmir. Daha sonra deyil sözü, o da təklikdə cümlənin xəbəri olmur. Deyil sözü bildiyimiz kimi fiilin lazım şəklinin inkarını və adların inkarını düzəldir. Məsələn, deyirəm ki, onun atası mühəndis deyil. Mühəndis deyil. Deyil təklikdə götürülmür. Aid olduğu sözlə birlikdə cümlənin və yaxud da söz birləşməsi ilə birlikdə cümlənin xəbəri olur. Mühəndis deyil kim? Onun atası və deyil sözü də cümlə üzvünün quruluşuna təsir göstərmir. Əgər sadədirsə sadə cümlə üzvü, mühəndis sadədir. Ona görə mühəndis deyil də cümlədə quruluşuna görə sadə xəbər hesab olunur. Daha sonra xəbərin quruluşca iki növü var. Quruluşca dedik sadə və mürəkkəb. Xəbərin növləri hansılardır ifadə vasitəsinə görə? İfadə vasitəsinə görə növlərindən danışaq. İfadə vasitəsinə görə xəbərin iki növü var. İsmi xəbər, bir də fiili xəbər. Deməli, ən rahat yolla belə yadda saxlayırıq.
Feili xəbərin ifadə vasitələrini bilirik, öyrənirik və yerdə qalan digər ifadə vasitələri ismi xəbərə aiddir. Feili xəbər ifadə olunur feilin təsriflənən formaları ilə. Təsriflənən formaları ilə. Yəni, feilin şəkilləri ilə ifadə olunur. Feilin şəkilləri əmr, xəbər, arzu, vacib, lazım, şərt şəkilləri ilə xatırlatma edim. Yəni, istənilən xəbər cümlədə feilin şəkillərinin şəkilslərini qəbul edibsə, deməli, bu cümlədəki xəbər feili xəbərdir. Onsuz da feilin təsriflənən formalarının şəkilləri onsuz da cümlədə xəbər olmaqdan başqa bir şey olmurlar. Sadəcə cümlənin xəbəri ola bilirlər. Məsələn, deyirik ki, onlar dərsə gecikdilər. Gecikdilər kim? Onlar. Xəbər nədir burada? Gecikdilər. Deməli, keçmiş zaman şəkilçisidir, feilin xəbər şəklidir. Deməli, burada feili xəbərdir. Feili xəbərin sualı bir növ nə et, nə ol feillərinin başlanğıc forması belədir. İstənilən şəxs sonluğunu, feilin təsriflənən formasının şəkillərini qəbul edər. Nə etməlidir, nə edəsidir, nə etdilər, nə olmalıdır, nə olacaq, nə oldu və s. formada suallara cavab verir. Deməli, belə bir fikir də var ki, frazoloji birləşmələr də cümlədə feili xəbər ola bilir. Amma biz deyə bilmərik ki, feili xəbər, əgər frazoloji birləşmə varsa, bu mütləq feili xəbərdir. Elə frazoloji birləşmələr var ki, onlar cümlədə ismi xəbər ola bilirlər. Frazoloji birləşmə o zaman feili xəbər olur ki, feilin təsriflənən formasının şəkilçilərini qəbul edir. Yəni, feilin şəkillərini formasında olarsa, bu zaman feili xəbər hesab olunur. Məsələn, nümunə olaraq qeyd edim ki, deməli, onun uşağa yazığı gəlirdi. Onun uşağa yazığı gəlirdi. Yazığı gəlirdi frazoloji birləşmədir. Onun yazığı birlikdə cümlənin bir üzüdür. Və yazığı gəlirdi frazoloji birləşmədir. Bu feilin xəbər şəklindədir. Deməli, bu da feili xəbər vəzifəsində çıxış etmiş hesab olunur. Və başqa bir nümunə yazırıq feili xəbərə. Deyir ki, mənim dostum sənə kömək etməlidir. Kömək etməlidir kim? Mənim dostum. Burada da deməli, kömək etməlidir. Feilin vacib şəklindədir. Deməli, feili xəbər hesab olunur. Daha sonra mürəkkəb feilləri əmələ gətirən olmaq, etmək, eləmək, bilmək, istəmək və başlamaq kimi bəzi sözlər də var ki, bunlar da cümlədə deməli, başqa sözlə birləşərək xəbər vəzifəsində çıxış edə bilir. Məsələn, deyirəm ki, o bunu oxuya bilmir. Bilmək sözü özündən əvvəldə işlənən A şəkilcili feilə qoşulduqda mürəkkəb feil əmələ gətirir. Oxuya bilmir cümlədə feili xəbərdir. Bu cür xəbərlər quruluşuna görə sadə xəbər hesab olunur. Daha sonra deyirəm ki, onlar deməli dərs oxumağa başladılar. Bəzən elə olur ki, cümlədə başlamaq və yaxud da digər köməkçi feillər əsas, belə deyək, müstəqil leksik mənalı söz kimi işləndikdə, bu zaman sadə cümlənin müstəqil xəbəri vəzifəsində də çıxış edə bilirlər. Daha sonra məsələn, belə bir nümunə qeyd edirəm ki, onlar bizdən yardım
istədilər. Deməli, yardım istəmək bir yerdə cümlənin xəbəri vəzifəsində çıxış edir. Burada da feili xəbər olur. Çünki feil cümlədə xəbər şəklindədir ona görə. Daha sonra ismi xəbərlərin ifadə vasitələri nələrdir? Bu haqda danışaq. Deməli, ismi xəbərlər cümlədə nə zaman, daha doğrusu sözlər cümlədə nə zaman ismi xəbər vəzifəsində çıxış edirlər? İsmi xəbər. Biz qeyd etdik ki, feili xəbərin sualları nə ol feillərdir, yəni nə etdir, nə etməlidir, nə olacaq, nə olmalıdır, nə olasıdır, nə olsa və s. Feilin bütün şəkillərində nə ol, əmr şəklində və s. Və nə olsun. Bu formada olan suallara cavab verir. İsmi xəbər isə ifadə olunur adlarla. Yəni təkcə burada isimdən söhbət getmir. Yəni sifətin sualı necədir, sayın sualı neçədir, neçəncidir, hansıdır, sifətin sualı olaraq hansıdır, haradadır, kimsən, haradasan və s. kimi suallar hesab olunur ismi xəbərin sualları. Deməli, ismi xəbərə aid nümunələr yazaq. Məsələn, deyirik ki, o dərsdə hamıdan birincidir. O dərsdə hamıdan birincidir. Bax, sual veririk. Neçəncidir? Birincidir. Kim? O. Deməli, burada birincidir, neçəncidir? Sayın sualdır. Xəbərin ifadə vasitəsi saydır və xəbər ismi xəbərdir. Daha sonra deyirik. Onun saçları parlaq və uzundur. Uzundur, parlaqdır. Nə? Onun saçları. Mübtədanın ifadə vasitəsi ismi birləşmədir. Mürəkkəb mübtədadır. Amma xəbərlər sadədir. Parlaqdır, sadədir, uzundur. Necədir? Parlaqdır, necədir? Uzundur. Deməli, sifətlə ifadə olunub və ismi xəbərdir. Daha sonra deyirik. Bizim kəndimiz oradadır. Haradadır? Oradadır. Xəbər zərflə ifadə olunub. Nitq hissəsilə quruluşuna görə sadə xəbərdir. Daha sonra bura gözəldir. Gözəldir hara? Bura. Burada gözəldir. Sifətdir. Cümlədə xəbəri vəzifəsindədir və ismi xəbərdir. Bir də nəyə diqqət etməliyik? Deməli, xəbərlə bağlı bir növ belə bir fikir var ki, şagirdlərimizdə, abituriyentlərimizdə. Əgər cümlədə fiil varsa, deməli bu feili xəbərdir. Əgər cümlədə isim varsa, isim xəbər vəzifəsindədirsə, bu ismi xəbərdir. Amma bu heç də belə deyil. Deməli, feilin təsriflənməyən formalarından olan məstər və məstər tərkibləri, feili sifət və feili sifət tərkibləri, cümlədə feili xəbər yox, ismi xəbər olur. Nəyə görə? Çünki biz qeyd etdik ki, feili xəbərin sualları nə oldu? Amma bu məstər və feili sifətlər cümlədə işləndikdə xəbər vəzifəsində bu zaman ismin sualına cavab verirlər. Məsələn, deyirəm ki, onun arzusu yeni ildə kəndə getməkdir. Burada xəbəri tapırıq. Getməkdir. Düşünsək ki, məstər cümlədə xəbərdir. Getməkdir. Nə? Onun arzusu. Deməli, biz qeyd etmiş ki, məstər cümlədə xəbər vəzifəsindədirsə, bu zaman mübtəda tapılır. Yerdə qalan bütün sözlər birlikdə cümlənin xəbəri olur.
Yəni yeni ildə kəndə getməkdir. Nə? Onun arzusu. Nədir? Yeni ildə kəndə getməkdir. Bax, nədir sualına cavab verir məstər və yaxud da məstər tərkibi. Bu zaman ismi xəbər vəzifəsində çıxış etmiş olur. Və yaxud da deyirik ki, onlar bizim kəndə qonaq gələnlərdir. Bizim kəndə qonaq gələnlərdir. Bir yerdə cümlənin xəbəridir. Kim? Onlar. Deməli, burada da xəbər ifadə olunub fiili sifət tərkibi ilə. Amma kimdir? Bizim kəndə gələnlərdir. Kim? Onlar. Burada kimdir sualına cavab verir. Kimdir? İsmin sualıdır. Deməli, bu da ismi xəbər hesab olunur. Bu cür xəbərlər mürəkkəb xəbərlərdir. Yəni, söz birləşməsi ilə ifadə olunan, mürəkkəb adlarla ifadə olunan xəbərlər mürəkkəb xəbərlərdir. Bir qayda olaraq fiili xəbər cümlədə sadə olur, sadəcə olaraq mürəkkəb ola bilmir. Amma ismi xəbərlər quruluşuna görə həm sadə, həm də mürəkkəb ola bilirlər. Daha sonra xəbərdə nəyə diqqət edirik? Sifətin, sayın, xəbər vəzifəsinə çıxış etdiyi zaman isimləşib, isimləşməməyinə diqqət edirik. Məsələn, deyirəm ki, onun deməli, savadı məndən çoxdur. Çoxdur. Çoxdur nə? Onun savadı. Çoxdur neçədir, nə qədərdir? Bu formadadırsa əgər sayın sualına cavab verirsə, deməli isimləşməyib. Amma desəm ki, qalib olan 10-culardır. 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 Kim qalib olan? Qalib olan kimdir? 10-culardır. Burada say xəbər vəzifəsində çıxış etdikdə ismin sualına cavab verir. Deməli, burada isimləşmişdir. Və yaxud da sifətə aid bir nümunə yazaq. Tutaq ki, deyirik ki, onun qızı təhsillidir. 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 Kim? Onun qızı. Deməli, burada təhsillidir. Necədir? Təhsillidir. Necədir? Sifətin sualıdır. Deməli, burada xəbər vəzifəsinə çıxış edən sifət isimləşməmişdir. Amma desəm ki, bizə kömək edən həmin qocadır. Qocadır. Kim? Bizə kömək edən. Hansı qoca? Həmin qoca. Qocadır. Kimdir? Necədir? Yox. Bizə kömək edən necədir? Yox. Bizə kömək edən kimdir? Burada kimdir sualına cavab verdi? Qocadır. Amma sifətli sadəcə burada isimləşib xəbər vəzifəsində çıxış etmişdir. Daha sonra dilimizdə elə sözlər var ki, onlar suala cavab vermədən cümlədə xəbər vəzifəsində çıxış edirlər. Biz qeyd etmişdik ki, cümlə üzvü olması üçün söz suala cavab verməlidir. Müstəqil leksik məna daşımalıdır ki, cümlə üzvü ola bilsin. Amma dilimizdə bəzi sözlər var ki, yox, var, lazım, gərək, bəs və mümkün sözləri. Bunlar suala cavab vermədən də cümlədə mübtədə vəzifəsində çıxış edə bilirlər. Daha doğrusu xəbər vəzifəsində, ismi xəbər vəzifəsində çıxış edə bilirlər. Məsələn, deyirik ki, onun vaxtı yoxdur. Onun vaxtı yoxdur.
Yoxdur. Bax, suala cavab vermir. Yoxdur, nə sual verə bilərik? Yoxdur. Suala cavab vermir. Təklikdə cümlə üzvü olur. Nə? Onun vaxtı. Yoxdur, ismi xəbərdir. Quruluşuna görə sadə olan ismi xəbərlər. Deyirəm, bütün bunlar mənə bəsdir. Amma bəsdir düşünmürük, ətrafındakı heç bir söz əlavə etmirik. Kifayətdir mənasında işləndikdə. Bütün bunlar mənə bəsdir. Bəsdir nə? Bunlar. Burada bəsdir suala cavab vermədən predikativ, yəni cümlənin ismi xəbəri olur. Quruluşuna görə sadə olur. Daha sonra frazoloji birləşmə necə ismi xəbəri olur cümlədə? Məsələn, deyirəm ki, onlar hamıya əl tutanlardır. Aha. Hamıya əl tutanlardır. Kim? Onlar. Mübtədanın ifadə vasitəsi şəxs əvəzliyi. Xəbərin ifadə vasitəsində əsas tərəfdə tutan an feili sifət şəkilçisi var. Biz qeyd etdik ki, biz feil görəndə xəbəri, isim görəndə birbaşa mübtədanı görmürük. İsim cümlədə təyin ola bilər, zərfliyi ola bilər. Feil də cümlədə mübtəda, xəbər, təyin, digər cümlə üzvləri də ola bilər. Ona görə də bu məqama diqqət edirik. Sual veririk. Onlar kimdir? Kimdir? Sualın cavabı nədir? Hamıya əl tutanlardır. Burada əl tutmaq nədir? Kömək etmək mənasında. Frazoloji birləşmədir. Bu mürəkkəb sadə xəbər sayılır. Amma özündən əvvələ hər hansısa bir söz əlavə olunubsa, bax, əl tutmaq bir leksik vahiddir, hamıya ikinci leksik vahiddir. Deməli, burada iki leksik mənalı söz var. Burada birləşmə var, feili birləşmə var və bu birləşmə quruluşuna görə mürəkkəb xəbər hesab olunur. Bugünkü dərsimiz bu qədər. İnşallah videoda dərsim izahlarım hər biriniz üçün faydalı oldu. Dinlədiyiniz üçün təşəkkür ederim.